İnsanda ilişikli gen qruplarının sayı 23-dür və 23 dənə qrupumuz var. Bilmirik içində 5 dənə gen var, 10 dənə gen var, 15 ya 1000 dənə gen. Yəni hər bir fərddə ilişikli gen qruplarının sayı fərdin haploid sayına bərabər olur. Yəni drozofil milçəkdə 8-dirsə ilişikli gen qruplarının sayı 4-dür və digərlərində bayaqlarım qeyd etdik. Sonra nədir bizə? Bizə deyir ki, hər bir gen xromosomda müəyyən yer loks tutur və xromosomun üzərində genlər düz xətt üzərində yerləşir. Yəni ilişikli ümumiyyətcə fərqi yoxdur. Genlər xromosomda hərəsinin müəyyən bir loksu, bir yeri olur və onlar bir düz xətt üzərində düz xətt xromosomları göstərir. Xromosomlar üzərində düz xətt boyunca yerləşir. Sonra deyir ki, homoloji xromosomlar arasında allel gen mübadiləsi gedir. Nə demək istəyir allel gen mübadiləsi? Biz yenə meyoza baxsaq, meyozun birinci profazasında, məsələn, böyük yağ geni ilə kiçik yağ geni yer dəyişirlər. Yəni, kiçik yağ geni böyük yağ geni ilə yer dəyişir, allel gen mübadiləsi baş verir. Qeyri-allel demirik, allel genlər yer dəyişirlər. Və xromosomlarda gen arasında məsafə onların arasındakı Krasin-Goverin sayı ilə düz mütənasibdir. Bu nə demək istəyir? Burada deyilir ki, biz bilirik ki, xromosomlar üzərində çəkə bilək. Xromosomlar üzərində bizim genlərimiz var. Məsələn, A geni, B geni, C geni, D geni. Bunun da qarşısında bunların allelləri yerləşir. Düzdürmü? Allelləri yerləşmiş olur və lokuslarda qeyd elədi. Və biz deyir ki, meyozun birinci profazasında allel gen, məsələn, A geni sağa, düzdürmü? Kiçik A geni sola gen dəyişməlidir, yer dəyişməlidir. Və əgər A geni bayaq qeyd etdiyimiz kimi B geninə yaxın yerləşirsə, onda A sağa tək keçə bilmir. B-ni də özü ilə bərabər aparır. Niyə? Çünki A-la B ilişiklidirlər, bir-birlərinə yaxındılar. Elə bilin ki, sanki loru dildə desək, B A-nın ayağına ilişibdir deyib onunla bərabər sağa keçir. Yəni, loru dildə həmişə uşaqlara deyirəm ki, A-la B çox yaxın kankadırlar, çox yaxın rəfiqədirlər. Deyir ki, mən yerimi dəyişirəmsə, sən keçirsənsə, mən də səndən keçirəm. Yəni, mən bu sinifdə qalmaq istəmirəm, mən də o bir sinifə keçirəm. Yəni, yaxın olanda, genlər bir-birlərinə yaxın olanda ilişiklik çox olur. Amma bir-birlərindən aralı olsalar isə, onlar arasında Krasin-Gover ehtimalı çox olmuş olur. Krasin-Gover ehtimalı nədir? Yəni, A-la D-nin Krasin-Gover ehtimalı daha çoxdur. Yəni, A, D-yə nəzərən sağa daha çox keçər, D-ni özü ilə bərabər aparmaz. Xromosomda genlər arasındakı məsafə onlar arasındakı Krasin-Goverin sayı ilə düz mütənasibdir. Yəni, məsafə nə qədər uzaq olarsa, məsafə uzaq olanda Krasin-Gover çox, düzdürmü? Məsafə az olduqda isə ilişiklilik çox olmuş olur. İlişiklik keçmə ehtimalı çox olmuş olur. Və bu da oldu bizim nəzəriyyənin müddəaları. Və bunun əsasən Morganın bu təcrübələrindən sonra bütün canlıların gen xəritəsi çıxarılıbdır ki, burada da pomidorun gen xəritəsini görürük. Pomidorun gen xəritəsinə baxsaq, belə deyək də, bizim sağımızda duranlar resessiv əlamətlər, solumuzda duranlar isə dominant əlamətlərdirlər. Və bildiyimiz kimi gen üzərində, xromosom üzərində genlərimiz arasında məsafələr var da. Yəni, belə deyək də, hər hansı bir tutaq ki, ölçü ölçəndə bir evlə o birisi evin arasındakı məsafəni metrlə, kilometrlə, nəyinsə uzunluğunu metrlə, kilometrlə ölçürüksə, xromosomlar üzərində genlər arasındakı bu məsafələr var ki, hərəsinin özünün yerləşdiyi yer arasında məsafə, onu Morganın şərəfinə marganoidlə ölçürlər. Morganoidlə ölçürlər, Morganın şərəfinə. İndi baxsaq burada pomidorun nekrotik yarpaq, yəni büzüşmüş yarpaq, mürəkkəb çiçək qrupu, şiş uclu meyvə, normal epidermis, bu arada bunları əzbərləməyə lazımdır. Uzunsov meyvə, cırtdan cücərti və ləkəli yarpaq, üstündə ləkələr var. Bunlar resessiv əlamətlər. Bu tərəfdə isə hamısı dominant əlamətlərdir. Baxsaq görərik ki, nekrotik yarpaqda burada rəqəm yoxdur, amma fikir versəz, sadə çiçək qrupunda 30 rəqəmi var. Yumru meyvə ilə 32, yəni şiş uclu meyvə, yumru meyvə fərqi yoxdur. Bunlar arasında 30-32 arasındakı məsafə neçə morganoiddir desən, 2 morganoiddir. Sonra baxırıq ki, tüklü epidermis, yəni normal epidermislə sadə çiçək qrupu arasındakı morganoid 46-dan 32-ni çıxanda 4, 14.
morganoiddir, 14 morganoiddir. Normal meyvə ilə tüklü epidermis arasındakı morganoidimiz bizim 55-dən 46 çıxanda deməli olur 9 morganoiddir. Arasındakı məsafə, bu məsafə 9 morganoiddir. 70 ilə 55 arasındakı məsafəmiz bizim 70 ilə 55 arasındakı məsafəmiz 15 morganoiddir. Sonra 70 ilə 71 arasındakı məsafəmiz isə, yəni hündür cücərtlə normal yarpaq arasında 1 morganoiddir. Baxsaq ki, görək hansılar bir-birinə daha yaxın yerləşib ilişikli keçərlər. Əlbəttə ki, bunlar ikisi hündür cücərtlə normal yarpaq bir-birlərinin ayağına ilişib yer dəyişəndə o birisi xromosoma keçirmə ehtimalı çoxdur. Amma hansıları arasında crossover ehtimalı daha çoxdur? Məsələn, nekrotik yarpaqla normal yarpaq arasında, bu normal yarpaq normal bildiyimiz yarpaqdır, bu mürəkkəb yarpaqdır da. Bu isə normal bir dənə yarpağı götürüb, yarpaq ayasıdır. Və yaxud da ki, sadə çiçək qrupu ilə normal yarpaq uzaqdılar deyib, ilişikli keçmə ehtimalı azdır, amma crossover onlar arasında çoxdur bu nədir? Əlamətlər arasında.